Yəqin ki, əlində bayraq olan bu igidimizi tanıyırsınız. Bu qəhrəman igidimizin adı Natiq Qasımov. Natiq Ağdamda Yaqub Rızayevin başçılığı altında ermənilərə qarşı döyüşmüş, bir çox ərazilərin azad olunmasında xüsusi igidlik göstərmişdi. O, Xocalının Pirlər kəndi yaxınlığında 6 əsgərimizlə birgə yüksəklikdə olan Alban kilsəsini ələ keçirdi. Döyüşdə 6 yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Natiq tək başına bu mövqeni 5 gün qoruyur və ermənilər burada böyük bir taburun olduğunu düşünürlər. Qalib gələ bilməyəcəyini görən ermənilər Natiqə əllərindəki 22 əsiri öldürməklə təhdid edirlər. Bu durumda kilsə üzərindəki bayrağı əlinə alan Natiq əsirlərin öldürülməməsi üçün ermənilərə təslim olur. Əsir ikən belə əlində bayraq vüqarlı addımlarla ermənilərin üstünə yeriyir. Ermənilər 5 gündür bir nəfərlə döyüşdüklərini biləndə isə şok olurlar. Lakin onun sonrakı taleyi hələ də məlum deyil.